Başım niyə ağrıyır? Baş ağrısının səbəbi beyin toxuması ilə əlaqədar deyil. Beyin haqqında bu üç şeyi çox insan bilmir. Bunlardan birincisi, beyin toxuması ağrı hiss etmir. Bəs sual edə bilərsiniz, başım niyə ağrıyır? Baş ağrısının səbəbi beyin toxuması ilə əlaqədar deyil. Sinirlər, damarlar, beyin üzərini örtən qatlar, sümük toxuması və s. ilə əlaqədardır. İkinci, musiqi alətində çalmaq beyin toxumasını inkişaf etdirir, yəni neuroplastisitəyə səbəb olur. Xüsusilə yaşlanmağa başlayınca artıq təxminən 55-lərdən etibarən bir musiqi alətində çalmağa başlamaq lazımdır. MR araşdırmaları göstərir ki, yəni beyində struktur göstəriciləri ilə aparılan müqayisəli araşdırmalar musiqi alətində çalan insanların beyin toxumasının zaman içərisində qorunduğunu və daha yaxşı səviyyəyə gəldiyini göstərmiş olur. Üçüncü, emosiyalar məntiqdən daha tez meydana çıxır beynimizdə. Bizim hisslərimizlə əlaqədar olan beyin bölgələri, xüsusilə limbik sistem, amigdala, hansı ki bizim qorxu, sevinc, ətrafdakı durumu, baş verən vəziyyəti daha tez hiss etməyimizə səbəb olur. Çox zaman biz baş verənləri daha doğru hiss edə bilirik. Amma bunun analiz edilməsi isə beynin ön hissəsində yerləşən prefrontal korteks adlandırdığımız bölgə ilə əlaqədardır. Hansı ki, burada artıq məntiqli bir yanaşma etmiş oluruq. Ona görə bəzən deyilən sözlər, etdiyimiz davranışlar, verdiyimiz reaksiyalar emosiyalarımıza bağlı olduğuna görə daha sonradan beynin süzgəcindən keçir və daha məntiqli olaraq analiz edilir və biz peşman ola bilirik.